Dostlar, salamlayıram sizi. Deməli, bu gün nə qarırıq? Bugün Hüseynəli Şakverdiyevin videolarına reaksiya göstəririk. Keçən səvərki videoda Hilalın videolarına reaksiya göstərmişdik. İndi də Hüseynəli Şakverdiyevin videolarına. İndi sizə başlayaq. Hər vaxtınız xeyirli olsun. Hər vaxtın xeyir. Ehtiyacım var, mənə bir manat kömək edə bilərsiniz. Qardaş, məzələnsən mənə? Telefon, saat, belə vitdə dilənçi olur. Qardaş, mən mütləq gərək cındır günündə olum dilənmək üçün. Düzdür, mənə başqa bir Və dilənçi nətər olur? Elə cındır günündə olmur da, düzdür, cındır günündə olmur. Dilənçi belə olur da, nə? Sən get Liboy dilənçinin evinə bax ki, milyonları var, milyonları al. fəaliyyətimdə var, amma əsas pulum dilənməkdən çıxır. Qardaş, xətrivə dəyməsin, ona görə demirəm. Prosta biz öyrəşmişik ki, dilənçi heç olmasa pula ehtiyacı olan video olar. Sən mənə başqa dilənçilərlə səs salma. Mən hər gün səhər saat 9-dan axşam saat 5 probka başlayana kimi işdəyəm. Heç yerdə pul xərcləmirəm. Araqdır, giz-giz vərdişlərdir, mənlikdir. 8 saat vaxt eləyir. Onun 1 saatı mənim abedimdir, abedə də pulum çıxmır, zibilxanada abed eləyirəm. 7 saatda da hər saat 45 nəfər adama yaxınlaşıram, 1 dəqiqə yarım vaxt sərf edirəm. O 45 nəfərdən də bəxtim gətirsə 2-3 manat, bəxtim gətirməsə 1 manat mənə pul verir. 6 bazardakı işləmirəm, evdəyəm. İndi sağ gör nə qədər pul eləyir. Gələn pulun da ki 1500 qoyuram banka nağdakı faizi gəlsin ilin axırı. Qalan 2000 manatı da özümə qulluq eləyirəm. Ay qardaş, necə olur? Mən həftədə 6 gün işləyirəm. Normal də yerdə işləyirəm. Sənə qədər pul qazanamıram. Mən dedim axı mənim başqa bir fəaliyyətim də var, amma əsas pulum bax bu dilənməkdən çıxır. Əgər inanmırsansa səninlə bax burada yarım saat dayanaq, sən yoxla gör nə qədər pul qazanırsan yarım saatda. Qardaş, bir manatınız olmaz mənə kömək eləyəsiniz. Bax gördüyünüz bu şəxs durub küçənin ortasında ictimai asayiş pozur, cəmaatı narahat edir, ay bozur. 200 manat ver videonu silim. Bomba kimi taktikada 200 manat bir videonu silim. Allah taktik. Bu nə dendi? Telefon reklamı. Şuna soruşuyor ki, yine aldığım evi mənim adıma çəkdirsin. Yoxsa yoldaşımı? Hə, deyim ya təzə aldığım evi ya mənim adıma çəkdirsin, yoxsa yoldaşımı? Allah Allah, sıxırsan. Qardaş, nə edirsən sən? Allah bəlkə əzilməyib görəsən. Qardaş, ayıb deyil sənin üçün. Adam bir soruşar da bəlkə nəsə olur mənə. Amma nə oldu, be xərci nədir verəcəyəm. Qardaş, söhbət pulda deyil, mənim özümün pulum var. La kuryerəm deyə baxırsan. Ala mən rantrafolitdə işləyirəm, gündəlik də maaşımı alıram. İnanmırsan zəng edeyim, 24/7-də xidmətimizdədir. Allah hə də bildi, bəs qarnın ağrısı nədir? Qarnımın ağrısı odur ki, insan olmaq lazımdır. Maşından düşdün, gəl bir soruş, mən sağam, salamatam. Bəlkə mənim əlim ayağım qırılıb. Sırazu qaçırsan maşının yanına, o dəmir parçasıdır, gəldi gedər şeydir. Sən şükür elə. Şükür elə ki, uşaqlarımızı görə bilərik, anamızı, atamızı yenə görə bilərik. Ata? Ha, düz deyirsən, Ebrat. Papa necəsən? Maşımın buferinin qiyməti neçə idi? Maşının bu, yəqin bu feri zədələnə buna görə deyil. Salam aleyküm qardaş, nəsə olur? Necə? Ay qardaş, göz mədəniyyəti deyilən bir şey var da. 1-2 saniyə adama baxdınsa, tanımadınsa özünü çörməlisən. Sən kimilərə görə də qızlar bayıra çıxır. Qızlar? Harada qızlar? Ay kişi nə qızlar? Baxırsan gül kimi vit fasonun var, özünü küçədə normalni apara bilmirsən. Yaxşı da paltar. Evdəkilər seçsin. Ay tupoy, cəmaatın gözünün içinə baxmaqla nə qazanırsan sən? Mən normal qazanırım axı işte. Ay qoyun, mən sözümün canı odur ki, cəmaatı tanımırsansa gözünün içinə dayanıb saatla baxma. Bərə baxım. Ha nə bilim, get çıx parka, ağaca bax. Get sahilə çıx, dənizə bax. Başı arada bir qaldır göy səmaya bax. Bu dünyada baxlası o qədər şey var ki, sən isə ancaq insanlara baxırsan. Həm də sən o başa düşməlisən ki, sən insanlara baxmaqla, sən beynin avtomatik səni onlarla müqayisə edir. Bu isə qoymursan xoşbəxt olasan. Qardaş, açana kim baxmalıyam ağaca? Qardaş. Axırı gülməli idi, düzdür. Amma həqiqətən də məsələn çox qız şeydən problem çəkdi. Məsələn bir dənə daydı. Yol keçir zillənib qıza. Məsələn qız da narahat olmasın da inəs. Belələrini azaldmaq lazımdır ölkədə. Ya da ki cəmaatın namusa qeyrətə gətirmək lazımdır. Bezdimi bu parkda görüşməkdən, nə qədər olar? Nə restorana aparırsan, nə hədiyyə alırsan. Bir dəfə də olsun səyahətə getməmişik səndən. Olacaq da hamısı bir dənə iş tapım düzələcək hər şey. 10 ildir görüşürük səndən. Sonra bezdim, sağ ol. Porque en verdad rompieron. Deməli belə.
Mən biznesmen adamam. Mənim vaxtım yoxdur. Biz səyahətə getmək istəyirik. Bizə putyovka lazımdır. Olsun. Hara getmək istəyirsən? Naxçıvana. Sizdə biletlər 120 manat edir. Mənə bax. İpotekaya bölmək olar. İpoteka yox, amma bizim ödəniş platformamız e-point. Ona görə istənilən taksit kartı ilə aylara bölüb ödəyə bilərsiniz. Onda mənim kimi güclü biznesmenlər üçün sərfəlidir ki. Gedək. Ağa başın xarabdır, nə edirsən? Bağışlayın. Amma məsələn, mən çatmır da belə hadisələrə görə ayrılanlar. Mən çatmır. Sarı, Bəli, gəl görün bura. buyurun. Çıxar görüm ciblərində nəyin var? Cümlə heç yoxdur axı. Yaxşı görək abi. Biz hardan gəlsən ciblərə? Mən idmandan. Hansı idmanda o elə? Şahmat. Eşitsən mən, şahmat Amma eşit. şahmatdan qabaq cüdoya getmişəm. Cüdoya getdim. Cüdo ilə bir ay məşğul oldum. Eşitsən mən, cudayız. Çipsim yiyirsən, ağzının da dadını bilirsən ha. Mənə bax. Cüdodan qabaq boksa getmişəm. Boksa bir 2 il getmişəm. Amma zədələndim də, boksa yumruq uzadata bilmirəm. Eşidirsən mən, Onun Tyson. üstümdə bıçaq gəzdirirəm. Birdən nəsə dava olsa bıçaqla. Siz nə edirsiniz bəs burada? Ay, siz məndə bekarçılıq idi, çıxdım mən. Biraz prisidaniya eləyim. Yorulmayasınız. Sağ ol qardaş. Sarı. Mənim başıma gəlməli idi bu. Ay brat, qismətdir də, neyniyəsən sən? Özdə mən sənə deyim, rovunu 3 ildən sonra bu günü yadımıza salıb güləcəyik səndən. Nə bilim, görək də, görək. Nə qədər adam gəlib ola? Sonra fotsuz olur. Rovmu. O yadıma gəlir 3 il bundan qabaq həkimlər babava diaqnoz qoydular ki, 3 il öləcək. Allah. Yadımdadır. Al indi aşkələrə ürək gedək. Keçək. Bizdə mən istəmirəm video çəkməyə. Şubo, şimdi dayan. Əllərimi qaldır yuxarı. İndi oyna. Biraz jenski oynadı. İndi yavaş-yavaş fırlan. Bu məhəllədə ya xoy-oxu idi axı. B. Gücləmə. Bu nə sözdür ola? Buyurun, buyurun. Sən nə edirsən ala burada? Qardaş, mən ey xoş işləyirəm. Ala exo nədir ala? Utanmırsan, yekə şey boydasan. İndi biri gəlib desə ki, mənim evimdə darvaza işləyəcəksən. Qardaş, haram iş görəm bəyəm mən. Narkomanlıq eləmirəm, oğurluq eləmirəm. Bizdə bu qonşumuz yoxdur, milyoner. Exonu sevir axı. Mənə də götürüb işə, normal də maaş verir. 15 min, 15 min, 15 min. Nə danışırsan ala? Məzələnmə, məzələnmə, məzələnmə. Məzələnmə. Dostlar, deməli videomuz buraya qədər idi. Gələcək videolarda görüşərik inşallah. Sağ olun, salamat qalın. Bay bay.